Bismillahirrahmanirrahim. Salam, hörmətli müsəlman bacı və qardaşlarım. Allah bu mübarək Ramazan ayında oruc, namaz və dualarınızı qəbul etsin inşallah. Amin. Bugün danışacağımız mövzu Ramazan ayının 13, 14 və 15-ci gecələri haqqındadır. Bəlkə çoxumuz bu gecələrin fərqində deyilik. Amma bu gecələr təsadüfi deyil. Bu gecələr Ləyaliyə Beys, yəni işıqlı gecələr adlanır. Ayın tam nur saçdığı gecələrdir və bu günlərdə edilən ibadətin çoxlu, böyük savabı, fəziləti vardır. Əziz qardaş və bacılarım, bu 3 gün oruç tutmaq bir ilin orucuna bərabər savab qazandırır. Bəli, cəmi 3 gün, amma bir ilin savabı. İndi də keçək əsas məsələyə, yəni bu gecələrdə edilən əməllərdən, ibadətlərdən danışacağıq. Ramazan ayının 13-cü gecəsi və 14 və 15-ci gecələri qüsl etmək lazımdır. Sonra 4 rükət namaz qılmaq, hər rükətdə bir dəfə Həmd və 25 dəfə Təvhid surəsi oxunur. Rəcəb və Şaban aylarının 13-cü gecəsində qılınan 2 rükət namazı qılmaq, hər rükətdə Həmddən sonra Yasin, Mülk və Təvhid surələri oxunur. 13, 14 və 15-ci gecələrdə mücür duasını oxumaq da tövsiyə olunmuşdur. Ramazan ayının 14-cü gecəsində, eynən 13-cü gecəsində olunan əməllər icra olunur. Sadəcə orada qılınan namazlardan biri, yəni Həmddən sonra Yasin, Mülk və Təvhid surələri oxunurdu ki, həmən namaz 14-cü gecədə sadəcə 2 rükət yox, 4 rükət qılınır. Ramazan ayının 15-ci gecəsi bu gecə çox fəzilətli gecələrdən biridir və bu gecələrdə bir neçə əməl yerinə yetirilir. Qüsl etməkdir, 6 rükət namaz qılınır, hər rükətdə Həmd, Yasin, Mülk və Təvhid surələri oxunur. Yəni ki, bunlar 2 rükət qılınır. Həmçinin burada 100 rükət də namaz qılmaq tövsiyə olunmuşdur. Hər rükətdə Həmddən sonra 10 dəfə Təvhid surəsi oxunur. Əli əleyhissalam peyğəmbərimizdən nəql edir ki, hər kim bu əməli yerinə yetirsə, Allah ona tərəf 10 mələk göndərər ki, düşmənləri ondan dəf etsin. Həmçinin ölüm ayağında 30 mələyi onun yanına göndərər ki, ona cənnəti müjdə versinlər və digər 30 mələk də onu cəhənnəm odundan qoruyar. Digər əməl İmam Hüseyn əleyhissalamın ziyarət etmək. İmam Sadiq əleyhissalamdan soruşdular ki, Ramazan ayının 15-ci gecəsi İmam Hüseynin qəbrini ziyarət edən kəsin savabı nədir? O həzrət buyurdu: xoş o kəsin halına ki, Ramazan ayının 15-ci gecəsi İmam Hüseyn əleyhissalamın qəbri kənarında işə namazından sonra 10 rükət namaz, hər rükətdə Həmd surəsindən sonra 10 dəfə İxlas surəsini oxuyaraq qılsın və cəhənnəm odundan Allaha pənah aparsın. Allahu Teala bu əməlin savabı olaraq onun adını oddan azad olanlar siyahısında qeyd edər və ölümündən qabaq mələklər ona cənnət müjdəsi verərlər. Bir dəstə mələk isə onu cəhənnəm odundan qoruyar. Əlbəttə, indi hal-hazırda biz onu icra eləyə bilmirik. Sadəcə biz İmam Hüseyn əleyhissalamı uzağa ziyarət edə bilərik. Ramazan ayının 15-ci günü İmam Həsən əleyhissalamın dünyaya göz açdığı gündür. Bəzi tarixçilər İmam Məhəmməd Təqi əleyhissalamın da Ramazan ayının 15-ci günü dünyaya gəldiyini qeyd etmişlər. Əlbəttə, bu nəzər qeyri-məşhurdur. Bu gün olduqca fəzilətli bir gündür və bu gündə ehtiyaclılara əl tutmağın, sədəqə verməyin böyük savabı vardır. Bu gecələr daha fəzilətli gecələrdən biridir. Bu gecələr insanın qəlbi daha yumuşaq olur, dua daha tez yüksəlir və Allahın rəhməti daha geniş olur. Unutmayaq, Ramazanın ortasıdır. Amma bəlkə də sənin bağışlanma gecəndir və yaxud mənim bağışlanma gecəmdir. Bu gecələri boş buraxmayaq, boş keçirməyək. Çünki bəzi fürsətlər ildə yalnız bir dəfə gəlir. Allah hər birimizin
niyyətini qəbul etsin inşallah. Allah işlərimizi avan eyləsin. Allah yar və yardımcımız olsun inşallah. Amin. Esselamu aleykum və rəhmətullah.